Salam, kanalıma, videoma xoş gəlmisiniz. Ümid edirəm ki, yaxşısınız. Bugün Ramazan vlogu ilə qarşınızdayım. Daha doğrusu Ramazanın sonuncu günü ilə bağlı bir vlogla qarşınızdayım. Əslində bu videonu belə çəkəcəkdim ki, səhər tezdən oyanıb, imsak vaxtında da sizinlə hazırlaşacaqdım. Amma olmadı. Çünki yatıb qaldım. Daha doğrusu oyandım ki, yəni bizdə oruc 05:02-də bağlanır, yəni bağlamalısan. Oyandım, gördüm ki 05:00'dır. O anki həyəcanı sizə başa sala bilmirəm. Yəni nə yemək yeyə bildim, nə bir çay içə bildim, heç nə. Qaçdım. Bir dənə bir stəkan su içdim və orucumu tutdum və bugün də bəxtdən Ramazanın ən uzun günüdür. Əslində yemək yemədən oruç tutmaq bu ay ərzində 2 dəfə başıma gəlib. Amma onlar da mənim üçün çox çətin keçib. Daha doğrusu aclıqdan ötürü, susuzluqdan ötürü yox, təzyiqim oynadığı üçün biraz çətin keçib. Amma bugün də eyni şey başıma gəldi. Düzdür, iftar vaxtına qədər çəkə bilməyəcəm, çünki artıq bunu iftar vaxtına qədər hazırlayıb axşam paylaşmalıyam. Çünki sabah bayramdır. Bugün mütləq şəkildə paylaşmalıyam. İnşallah Allah bugün səbir verər. İnşallah mənim üçün xeyirli keçər. Ümumiyyətlə bu Ramazan haqqında biraz danışmaq istəyirəm, amma telefonu sabitləyib danışmaq istəyirəm. Çünki əlimdə tərpənir və gəmidə kimi bir görüntü vermək istəmirəm. Bu il mənim Ramazanı doya-doya yaşadığım, özümü tanıdığım və tapdığım və ilk dəfə idi ki, 1-2 gün qəzam oldu, amma o 1-2 gün qəzana çıxmaq şərtinə tam tutduğum bir il oldu. Bundan əvvəlki illərdə, məsələn, ya təzyiqim oynayırdı, ya yaşım az olur deyə tuta bilmirdim. Yəni yarıya qədər gəlirdim və haldan düşürdüm deyə tutmaq mümkün olmurdu. Amma bu il Allah mənə nəsib elədi və hər dəfə mən deyirdim ki, yəni bu Ramazan inşallah ki mən halım da pis olsa, necə olursa olsun mən bu orucu tutacağam mütləq şəkildə. Bu Ramazanı mən daha çox sevirəm. Nəyə görə? Düzdür, mən yayda oruç tutmağı daha çox xoşduram, amma qışda olsa da ən çox sevdiyim bu Ramazan oldu. Çünki həqiqətən bu Ramazan sanki bir təmizlənməkdir, ya da ki bu Ramazanda tam özümü və nə istədiyimi, harda xoşbəxt olduğumu tapdım deyə mənim üçün məncə unudulmaz bir il olacaq. Sadəcə bircə gün pis olmuşam. O da Ramazanın başlandığı vaxtlar idi. Həmin vaxtda birdən-bir təzyiqim aşağı düşməyə başlayıb. Mənim xəbərim yoxdur, bilmirəm, yəni təzyiq ölçən aparat da yanımda yoxdur, işdəyəm mən də. Özümdə deyiləm, başım ağrıyır, halım pisdir. Nəysə evə gəldim, yeməyi yedim, təzyiqim qalxdı yuxarıya. Aparatla sonra yoxdan sonra öyrəndim ki, yəni düşüb birdən-birə qalxıbdı, yəni təzyiqim. Sadəcə bircə gün onda çətinlik çəkdim. Qalan vaxtlarda bir də sizə bu ay çox sevdiyim, oxuyanda çox zövq aldığım və ilk dəfə idi ki, uzun müddətdən sonra oxuduğum hər hansısa bir kitabın bu qədər mənə heyran elədiyi bir əsəri göstərəcəm. Bu da, bax bu kitabda məncə çoxunuz oxumusunuz, amma mən bu kitabı oxumamışdım və yaxşı ki, əslində oxumamışım. Niyə görə? Bəzən deyirlər, məsələn, kaş yaddaşım silinə, mən bu kinoya yenidən baxım, bu kitabı yenidən oxuyum. Bax bu kitab elə bir kitabdır. İnanın mənə, çox xoşuma gəlmişdi. Daha doğrusu çox xoşuma gəldi. İlk dəfə idi ki, bir kitabı bitirəndən sonra kitabı qucaqladım. Bəlkə də sizə çox adi gələ bilər, bəlkə də heç bəyənməmisiniz, amma mənim çox xoşuma gəldi. Məncə bunu oxumayan varsa, istəsə alsın, oxusun. Və sizə aylar öncə göstərmişdim o kitab, Fobiya kitabı. Onu da oxuyuram. Nəhayət ki, onu da oxuyuram. Onu dayandırmamışam. Daha doğrusu dedim ki, artıq bu kitabı başda. Əslində çox maraqlı kitabdır, çox qəşəngdir. Sadəcə kitabın qalınlığı, böyüklüyü məni qorxudur. Elə bilirəm ki, onu bitirə bilməyəcəm. Halbuki bir həftəyə belə insan bitirə bilər o kitabı. Bu ay ruhani hisslərimizin yüksək uşaq səsinə var. Bu ay ruhani hisslərimizin çox yüksək olduğu bir ay olduğu üçün biraz da bu məsələlərdən danışmaq istəyirəm ki, məsələn, namazla bağlı kiminsə problemi varsa, namazı başlayıb sonra yarıda qoyan insanlar varsa, onlar üçün çox yaxşı bir tətbiq də məsləhət görə bilərəm. Çünki telefonumda bu ayda çox yaxşı tətbiqlər də yüklədim. Və sizə bir şey deyəcəm. Bu ay mənim ən gözəl aktivitem dini filmə baxmaq idi. O da hansı film idi? Həzrəti Yusif. Bəlkə 1000 dəfə baxmışıq, bəlkə uşaqdan bəri ona 1000 dəfə baxmışam, amma yenə də doymuram. Çünki mənə görə dini filmlər içində ən mükəmməli odur, çünki onu İranlılar çəkib. İranlılar həqiqətən film çəkməyi üzrə çox peşəkardılar. Və bir tətbiq yükləmişəm, o tətbiqi sizə göstərəcəm. 5-də 5 namaz tətbiqidir. Əgər namaza başlayıb yarıda qoyursunuzsa, bu tətbiqin sizə çox faydası toxuna bilər. Məncə bir o tətbiqi də yoxlayın. Birinci gün namazınızı bitirirsiniz. Yəni səhər, yəni sübh vaxtının və yaxud da ki, günorta namazlarını, axşam namazlarını qılırsınız və burada işarətləyirsiniz ki, məsələn, mən 5 namazımın 5-ini də qıldım və sizə bir bağça verilir. Həmin gün namazını bitirəndən sonra, yəni namazlarını bitirəndən sonra o bağçanızda meyvələr yetişir və yaxud da yəni heydeyin daha maraqlı bir formasıdır. Məncə onu yoxlaya bilərsiniz. Bir də ki, namaz paltarı sifariş vermişəm. İnşallah ki, o gəlsin. Bir həftəyə falan gəlməlidir. Onu sizə göstərəcəm inşallah. Həm TikTokda göstərəcəm, həm də ki, burada YouTube'da göstərəcəm. Sizinlə paylaşacağım. Məncə çox qəşəng namaz paltarıdır. Bu mənim uzun müddətdəki arzum idi. Və namaz paltarları Azərbaycanda çox baha olur. Həddindən artıq çox baha olur. Mən də ona görə bunu Trendyoldan sifariş verdim. Amma sifariş verdiyim o paltarın, namaz paltarının ölçüsü
yox idi, yəni standart idi. Və bilmirəm ki, bu necə gələcək. Mən heç vaxt Trendyoldan paltar almıram. Çünki mənim bədən ölçülərim standart deyil və aldığım paltarlarımın üstümə gəlməməsi çox olası bir şeydir. Bu şeydən qorxuram deyə paltar heç vaxt almıram. Amma orada rəylərdə yazmışdılar ki, bu namaz paltarını alanlar bir bədən balaca alsınlar. Amma heyf ki, Azərbaycana gəlmir. Yəni ki, sırf o paltarda yox idi. Mən də aldım. İnşallah ki, çox balaca olmaz. Heç olmasa balaca olmaqdansa böyük olsun ki, dərziyə verərəm, yığdıraram. Amma onu 36 manata aldım. 40 manat idi, 41 manat idi. Endirimlə 36 manata gəlib düşmüşdü. Amma Azərbaycanda məsələn namaz paltarları 80 manat, 90 manat belə paltarlar var və həqiqətən əslində namaz paltarları dəyir. Çünki Allahın huzuruna çıxırsan və gözəl görünməlisən. Necə ki, biz işə gedəndə və yaxud da gündəlikdə harası bir yerə gedəndə gözəl görünməyə çalışırıqsa, məncə namazda da bir o qədər diqqətli olmalıyıq. Amma burada yəni bahadır da, dəhşət bahadır. Hələ mən 80 manat aşağı dedim. 80 manat tapsanız şükür eləyin. Çox baha olur namaz paltarları. Ümumiyyətlə uşaq paltarları, çarşaf, namaz, bu tip şeylər çox baha olur. Həssas yerdən gedən həssas məhsullar çox baha olur. Ona görə də buradan almadım, Türkiyədən sifariş verdim. Orada biraz axtardım, araşdırdım. Çox qəşəng namaz paltarları tapmışdım. Sadəcə deyirlər ki, o məsələn çox nazikdir materialı və iç göstərir. Çərəkə, yəni buradan duaları oxuyuram. Məsələn, buradan ölülərin ruhuna Yasin surəsi oxuyuram ya da məsələn bu ay nə etdim? 124 min peyğəmbərin ruhu üçün bu duanı oxudum. Bir ara mən dinlə o qədər çox maraqlanmışdım ki, boğulmuşdum. Çünki çox dərin bir elmdir. Çox dərin bir sahədir və bu sahədə çox irəliyə gedib buna maraqlanan insanlar həqiqətən çox çətinlik çəkirlər. Fikirlər, suallar çox artır. Bu baxımdan çətinlik çəkirlər. Və yaxud da ölüm qorxusu, bu tip şeylər insanı çox yorur. Bu həqiqətən məni ən çox incidən və yıpratan şeylərdən biridir. Yəni ölüm qorxusu məni çox qorxudur. Mən çox qorxuram elə şeydən. Mənə görə yəni onu düşünmək belə çox sıxıntıya salır məni. Və bu ay məsəl üçün buradan mən Qədir gecələrində dualar çox oxudum və Azərbaycan dilində Quran oxumuşdum. Türk dilində oxumağa başladım. Çünki Türk dili daha poetik, daha təsir edən bir dildir deyə o dillə də oxumaq istəyirəm. Və inşallah ki, ərəb dilində oxumaq üçün də ərəb hərflərini öyrənirəm. Amma ərəb dilində danışmaq üçün yox. Qətiyyən ərəb dilində danışmaq üçün yox. Sadəcə Qurandakı ərəb hərfləri ilə o Quranı oxumaq istəyirəm. Çox maraqlıdır mənə ki, necə olur, necə oxuya bilərəmmi görəsən. İnşallah ki, o da Allah qismət eləsə onu da eləyəcəm. İndi biz nə eləmək istəyirəm? Bugün görəcəyim işləri sistemləşdirmək istəyirəm ki, bugün mən hansı işləri görəcəm? Təbii ki, namazım və yaxud da ki, ev işləri ayrı. Mən sistemləşdirəcəm ki, bugün yazacağım hətta sizinlə bərabər bir dəftər tutaq və onları elədikcə hamısına mavi tik atacağam. Əslində bu videonu həmin o işləri elə-eləsə tam göstərməyəcəm. Çünki dediyim kimi, axşama kimi bu videonu hazırlayıb yükləməliyəm və həqiqətən biraz çox yoruluram mən video editləyəndə. Çünki işim də esinmişir deyə bütün günü mən telefona, kompüterə baxıram və plus da həm orada, həm burada o şeyləri yaşamaq, yəni telefona çox baxmaq, həm işdə dayanmadan telefona baxmaq gözlərim buna görə biraz problem çəkir. Ona görə də qızarır, bəzən şişir ki, mənə inciməyəsiniz. İnşallah ki, incimərsiniz. Bu videonu çox qısa çəkib sizdən editləyib paylaşacağım. Əgər vloqlarımda məni izləyirsinizsə, o vloqlarda bu dəftərimi yəqin ki, tez görərdiniz. Bura dərs oxuyanda falan yazırdım ki, bugün bu qədər test işləməlisən, ya bu qədər iş görməlisən. Bunlar yazırdım. İnşallah ki, bugün də bu dəftəri yazacağam. Baxın, çox şirin dəftər. Ya da mavi olan tərəflər də vardı, amma tapa bilmədim hardadır. Ya da burada baxın, belə roza bir şey də var. Məncə çox şirindir, həqiqətən. Dırnaqlarımı sizə göstərdim. Yəqin ki, mən əvvəlki videolarımdan izləmişdiniz ki, dırnaqlarım nə qədər uzun idi, nə qədər böyük idi. Namaza başlayanda ən çox çətinlik çəkdiyim şey o dırnaqlarımı qısaltmaq olmuşdu. Çünki mən həqiqətən dırnaqlarımı çox sevirdim. Həddən artıq çox sevirdim, amma artıq əllərimi belə daha çox sevirəm. Ola bilər ki, baxımsız görünür. Ola bilər ki, o qədər də vav görünmür, amma neynəmək olar? Yəni insan beləyəm də belə yaranmışam. Ona görə sevirəm. Yəni əllərimi belə sevirəm. İndi yazacağam məsəl üçün bugün nələr eləyəcəm. Bunları sizdən paylaşacağım. Videonu editləmək. Bu çox önəmli işdir. Bugün videonu editləməliyəm. Bir video çəkmişdim, onu sizlə paylaşacaqdım, amma dedim bu videonu əvvələ salım. Əslində onu editləmişəm, yəni 2-3 gündə onu paylaşaram. İndi bu videonu editləmək yazaq. Gəlin yazaq. Bu videonu editləmək. Çünki niyə görə paylaşmaq mənim üçün bir işdir? Digər videomu paylaşmağa ərindiyim üçün paylaşa bilmirəm. Paylaşmaq, sonra eləyəcəkdim, evi yığışdırmaq. Ev dəhşətdir. Evi buradan yığışdırsan, oradan körlanır. Evi buradan təmizləyirsən, buradan yəni ziziblə aparır evi. Sonra bunlar. Yəni yemək də bişirə bilərəm. Axşam yemək bişirirəm. Evə
axşama yemək. Bu ay çətin çəkdiyim şey o idi ki, məsələn, evə çox yorğun gəlirdim və evə yorğun gələndən sonra da iftarı açandan sonra, orucumu açandan sonra insan birdən-birə yeyir yeməyi və ağırlaşır və yuxu gəlirdi deyə çox işlərimi görə bilmirdim. Məsələn, kitab oxumaq olsun və yaxud da video düzəltmək, video çəkmək olsun, biraz mənə çətin gəlirdi. Amma inşallah ki, kameraya bir də yaxınlaşdım. Amma inşallah ki, bundan sonra davamlı olar. Yəni demirəm ki, olacaq. İnşallah ki, olar. Havalar o qədər gözəl keçir ki, insan istəyir getsin, gəzsin, dostlarla əylənsin, amma bir gün bakalım nə yox. Gəlin sizə bağçamızı göstəreyim. Bağçamızdakı ağacları və yaxud meyvələri göstərim. Biz meyvə çox yoxdur, amma yenə də olduğu qədər. Məsələn, burada limonumuz var həyətimizdə. Əvvəllər bizim həyətdə çiçəklər çox olurdu. Ya da ki, çiyələk olurdu və çiyələyin yanında da nanə əkirdik. Bəlkə bu təsadüfən olur deyə yox, amma eşitmişdim ki, çiyələyə ilan gəlir və inşallah gəlməz, yoxsa ürəyi partlayıb ölərəm. Amma o nanə, yəni çiyələyin yanında nanə əkəndə ilan o nanənin ətrindən xoşu gəlmir deyə uzaqlaşır. Ona görə də elə bir şey eşitmişdim və bunu məncə bir-birindən eşitmişdim. Elə yadımda qaldı. Sonra belə bir ağac var. Bilmirəm ki, nə meyvəsidir, nə ağacıdır, başım çıxmır. Amma çox qəşəngdir, çiçəkliyir. Sonlar var idi bizim həyətdə. Bilmirəm, var, yəni olacaq ya yox. Necə bu alça ağacıdır? Bu arada saçlarımı inşallah kəstirəcəm. Yəni uzunluğuna çox dəyməyəcəm. Sadəcə çolkamı bəlkə kəstirdim. Çünki mən həmişə videolar çəkəndə çolkalıydım. Amma bu il uzatdım. Çolkalarıma forma verəcəm, saçıma forma verəcəm və keratin etdirəcəm. Çünki keratin gedib deyə saçım baxın belə şişir. Videonun başladığım yerə gəldim. Bizim xatırlatma videosuydu. Ramazanın son gününə xatirə qalacaq bir video idi mənim üçün. Və bunu həm sizə, həm də özümə xatirə qoydum YouTube'da. Ümid edirəm ki, bu video sizə xoşunuza gəldi. Mən isə indi sizlə sağollaşıram. Növbəti videolarda və vloglarda görüşmək ümidi ilə hələlik.